Əvvəllər, çox demirəm mən, 15-20 il bundan əvvəl bu qədər kriteriya qoyan, bu qədər standart tətbiq edən gənclik yox idi. Sanki ildən ilə, gələcəyə doğru getdikcə gənclərin standartları da artır, kriteriya sayı da artır. Sanki hamının hamıdan gözlədiyi nəsə var. Yəni hamı deyəndə evlilik çağında olan gəncləri nəzərdə tuturam, qızlar və ya oğlanlar. Oğlanlar qarşı tərəfdən nə gözləyir, qızlar qarşı tərəfdən nə gözləyir. Bunlar da ailədənmi öyrədilir? Ümumiyyətlə ailə daxilində tərbiyədənmi irəli gəlir gənclərin evlənərkən çox ciddi kriteriyalara tətbiq etməsi. Yəni bu kriteriyaların əksəriyyəti çox təəssüf ki, maddi çıxarlar üzərində olan kriteriyalardır. Mən mənəviyyat tərəfini bir tərəfə qoyuram. Aydın məsələdir ki, insan evlənəndə qarşı tərəfin mənəviyyatına, əxlaqına diqqət eləməlidir. Yəni bu birinci vacib olan kriteriyadır. Lakin sonraki mərhələlərdə tətbiq olunan o maddi tərəflər və maddi çıxarlar var. Bunlar gənclərin niyə hazırda daha çox əhəmiyyət verdiyi mövzulardır evlənərkən? Yəni bütövlükdə gənclər deyə bilmərik. Burada da bəzi gənclər deyə bilərik. Çünki mən yenə dediyim kimi hər şey ailədən gəlir. Mümkün deyil ki, ailədə nə vaxtsa nəyinsə qarşısı alına, ancaq gələcəkdə o gəncin həyatında görünə ki, yox, bunun əks tərəfi görünə. Yəni hər bir şey ailədən gəlir. Bax, bugünkü o gənclərin daha çox öz toy mərasimlərin hər birinin həyata keçirilməsi. Yəni mərasimlərin hər biri əvvəllər də həyata keçirildi. Yəni ifrat dərəcədən söhbət gedir ki, bir-birinin dalınca o qədər son vaxtlar yandan çıxma mərasimləri də çıxıbdır ki, toylarımızla bağlı. Məsəl üçün, nicahın bağlanmasından sonra bunların hamısı təmtəraqlı şəkildə qeyd olunması. Amma bizim gənclərimiz, çox saxalı gənclərimiz var ki, onları çox sakit şəraitdə, heç bir göstərişli olmadan həyata keçirməyə sevirlər. Bunların hamısı mən yenə də deyərəm ki, ailədən gəlir. Ailədə həm maddi imkanlar düşünülməlidir, həm də mənəvi tərəfi düşünülməlidir ki, bax bu bizim xoşbəxtliyimiz üçün heç bir mənəvi necə deyək, dəyərsizlik vermir. Bu hadisənin bu cür, yəni tədbirin bu cür təşkil olunması bizim xoşbəxtliyimizdə heç bir təsir göstərmir. Yəni bunun bu qədər ifrat dərəcədə təşkil olunması, bunun yəni bu qədər maddi vəziyyətlə, maddi yüksəkliklə həyata keçməsi, yəni hansı ki o valideynlər var ki, övladlarının arzularının həyata keçməsi üçün kredit götürürlər banklardan, sonra övladları ailə qurur, üstündən də bir 5 il keçirir, nəfələri dünyaya gəlir, nəvənin 4-5 yaşı olur, ancaq valideynlərin kreditlərdən qurtara bilmirlər. Yəni hər bir gənc, mən düşünürəm ki, yenə deyirəm, biz gənclərimizi heç nə üçün günahlandıra bilmərik ki, sən nə üçün o valideynə bu sitəmi eləyirsən, yəni. O valideynin yetişdirdiyi övladdır. O vaxtında onun qarşısı alınmayan ərköyünlüklər ki var ki, ərköyünlüklər. Biz böyütdüyümüz ərköyün uşaqlar gələcəkdə avara olurlar. Biz bunun çox nümunəsini görmüşük. Bəli, avara olurlar. O ərköyünlük var ki, o nə istəyirsə həyata keçir, Elə uşaqlar gələcəkdə də elə ifrat tədbirlərin bir-birinin arxasınca həyata keçirməsini istəyəcəklər. Onda da yaxşı vəziyyətdə qalmayan valideyn olacaqdır. Yenə dediyim kimi kreditlər, neçə illər kreditlər, faizlər ödəmək, bahalı cehizlər almaq, o yükün altından çıxa bilməmək, qız üçün bahalı paltar, qızıl almaq, onun altından çıxa bilməmək. Ancaq gənclər, valla belə baxanda pis tərbiyənin məhsullarıdır onlar. Biz heç vaxt alma ağacı əkib, alma ağacından armud gözləyə bilmərik biz, ərik gözləyə bilmərik. Ona görə də gəlin etiraf eləyək, boynumuzu alaq ki, bizim nə əkiriksə, o da qarşımıza çıxır.